Qonaq gəldilər. Qonaq deyəndə qonaqdır. Bizim qohumumuz, yaxın canımız, ciyərimizdir. Bizə Sumqayıt şəhərindən gəldilər. Öz yardımları ilə burada yardım gəlsinizlər oturdular. Həmişə ürəyi bura ilə olan adamlardır. Öz şəxsi pulları ilə, əmək həqqları ilə 280 min manatlıq yardım gətirdilər. Bu yardım şəklində kartofdur, soğandır, konservadır və s. orada olan şeylərdir, onların içərisində olacaq. İndi biz sözü veririk Rəsul dayıya, bizim ağsaqqalımıza. O gəlişi ilə öz məqsədini bildirsin, sözün öz fikrin desin əsgərlər. Birinci, əziz balalar, hamınıza mən öz ailə tərkibimdən, öz valideyn tərkibimdən salamlar, sizə sağlamlıq, postunuzda sizi hara yollayıblarsa orada müvəffəqiyyətlər arzulayıram ki, siz orada cəsarətli olun. Mən özüm Çaytumaslıyam. Bu torpaq nə Çaytumas, nə Başarət bizimdir. Hamısı bizim torpaqdır. Mənim 65-70 yaşım var, Vətən müharibəsi iştirakçıyam. Hər axşam sizin bu hərbi zadlarını keçirəndə mən infak keçirəm, ağlayıram. Hayacan çəkirəm ki, gəldiyim, gördüyüm bu, deyim özüm gözümlə gedim görüm bu yolları. Baxım görüm bu cəmaat nə vəziyyətdədir, nə şəraitdədir. İndi gəlib Allah'a şükür gördüm, vəziyyətinizi də görürəm, yollarınızı da görürəm, əziyyətlərinizi də görürəm. Allah sizin bu əziyyətlərinizi bağışlasın sizə. Xudavənd aləm sizi bu ölkədə bərqərar eləsin. Cəmiyyətimizə baş sağlığı, ucalıq gətirəsiniz. Qaldı ki, bizim bu cəmiyyətlər, bizim bu partiyalar ki var, bu partiyalar həməşə xalqla bir olsun. Heç bir siyasətə, heç bir mağlumiyyətə uymayasınız ki, bizi belə gedək yoxdur. Torpaq bizimdir, qorumalıyıq. Hansı cəmiyyət olur, hara olur, biz ona bağlıyıq, biz onu saxlamalıyıq. Vallahi, indi mənim qoca yaşımda silah götürüb sizdən də mübarizə aparmaq qüvvəm var, Allahın köməkliyi ilə. Baxmayın ki, yaşım çoxdur, amma dediyim odur, Allah elə bu cəmaata versin ki, sizi burada saxlayır, dolandırır, yaşadır. Mən hərbinin baş komandiri Məhiyyədinova minnətdaram ki, bu şəraitdə, bu vəziyyətdə bu saldatları, bu əskərləri saxlayıb, dolandıra bilir. Ona vaxtında yeməyin, ursun çatıra bilir. Gələndən bəri neçə yerdə maşinlər batıb, yollar çox zaddır, xahiş edirəm. Bunun hamısı çətinlikdir. Bunun bir azadlığı olmalıdır. Bunun bir gələcəyi olmalıdır. Biz bu torpaqda belə yaxşı nəfəs almalıyıq. Allah sizə əks eləməsin, Xudavənd aləm sizə qol qanat versin. Nəbi kimi, Koroğlu kimi qəhrəmanlıqlar əldə eləsin mənim balalarım. Sizin hamınızı öpürəm, ürəyimə basıram. Xudavənd aləm, siz bizim hamımızı balamızsınız, bizim balalarımızsınız. Sizi əks eləməsin. Sizdən mənim arzum odur ki, heç bir politika, heç bir küçə sözünə baxmayasınız. Ona görə ki, torpağı azad eləmək lazımdır. Torpağı qorumaq lazımdır. O torpaq qorunursa, o torpaq sahibinindir. Düzdür məqsəd? Mən hamınızdan, Başarət cəmaatından da öz minnətdarımı bildirirəm ki, bu cəmaata, bu əziyyəti bu Başarət cəmaatının. Ona görə bunun suyu, bunun hamamı, bunun yeməyi çatmayan da bunlar verir. Xudavənd aləm elə obuya versin. Mənim sözüm də buracan. Allah səni sağ eləsin, sağ olun. Xudavənd aləm sizə belə qol qanat versin. Sağ olun. Əskərlərin adından hamımız öz minnətdarımızı bildirir. Siz əmin edilir ki, ancaq sizin xoş xəbərlər eşidir. Ümumiyyətcə, Xudavənd aləm bizi həməşə gülər öz çalgıçı eləsin, öynəyən bizə bu müsibəti kənar eləsin. Mən 3 dənə övlad atasıyam. Dediyim odur ki, valla özüm də baxma, nazir zad işləmirəm, fəhləli ilə övladlarımı oxutmuşam.
savadlandırmışam. Bir Daşkent'tedir, bax budur. O oradan sizə öz ürək sözü deməyə gəlib. Hə, buyurun. Allah qüvvət versin qardaş, nə deyim var? Allah üstümüzə yar olsun. İman Gücdən düşmüyor. Bax, bu mənim qardaşım oğludur. Bunu dövlət tərəfindən kəndin ağsaqqalı, sən mən elə bilirəm, odur. Dövlət tərəfindən bura heç kəs heç nə yollamayıb. Mənim öz qardaşım oğludur. İnşaat Politexnik İnstitutunun tələbəsidir. Mən özüm gətirmişəm ki, bu cəmaatın vəziyyətinə şərik olum. Allah sizi əsir eləməsin.